Bir daha hər kəsin axşamı xeyir olsun. Xoş gördük. Qeyd edim ki, dostlar, bu günlərimdə sizlərlə bərabər son zamanlar qəbullarda olan və bir-birindən maraqlı sual tiplərinin izahına baxacağıq. Qeyd edim ki, bu sual silsilələri artıq bununla neçənci səfərdir ki, biz təşkil edirik. Bu ekranda gördüyünüz sualların bəziləri bir-birindən maraqlı və daha yaxşıdır və biraz da tələbələr tərəfindən çətin və yaxud da ki, bir çoxları tərəfindən görülməyən suallardır. Qeyd edim ki, suallar həm ağır, həm çətin, həm asan olmaq, həm də orta səviyyədə olmaqla izah olunur. Demək dostlar, videoya keçməmişdən əvvəl videonu bəyənin və kanala abunə olun ki, digər dostlarımız da bundan faydalansın. İlk istəyirəm bu ekranda gördüyünüz sualdan başlayayım. Qeyd edim ki, bu sualı mən bir neçə dəfə və fərqli vaxtlarda, hətta dəfələrlə deyərdim, izah etmişəm. Bu sualla bağlı istəyirəm sizin diqqətinizi onu çatdırım ki, bu verilən misalda siz diqqət etsəniz, aşağıdakı olan misalın yuxarıdakı hər hansısa bir misalla, hər hansısa bir oxşarlığının olub, olmaması ilə bağlı bizdən bir sual soruşur. Deyir, görüm hansını oxşardır. Baxın, variantlarda var. Hər ikisinə, ikinciyə, birinciyə, heç birinə müəyyənləşdirmək mümkün deyil. Bu nə deməkdir? Birinci dostlar, bunun özünə məxsus olan hissələrin yazıram bu sualın. Niyə yazıram? Bax, burada məndə görürsünüz, qara hissə var, ağ hissə var, bir də bucaq sayı var. Bucaq sayı, biraz da yaxınlaşdım ki, daha yaxından görəsiniz. Ola bilər birdən şəkildən seçilməz. Bax, bucaq sayı 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 bucağı var. Qara nöqtələrin sayı nə qədərdir? 6. Ağ hissənin də sayı 2-dir. Ola bilər digər fiqurlarla qaraların sayı bərabər ola bilər. Bəlkə bucaqlarla bağlıdır və yaxud da ki, qara ilə ağın, ağla bucağın fərqlidir. Demək dostlar, bu birincidə gördüyünüz hissədə fikir versəniz, məndə bax 6 bucaq, 4 bucaq, 5 bucaq, 3 və 4 bucaqdır. Burada baxın, bucaq sayı qaradan neçə vahid çoxdur? 2 vahid. Yəni 8 bucaqlıdırsa 6 dənə qarası var. Yəni qaydanın bir nə ola bilər? Bucaq sayı qara hissədən nə olsun? Çox olsun. Bax görək, yuxarıda elə bir şey var. Baxın, 6 bucaq, 6 dənə, 4 dənə qarası var. Qarası 2 dənədir. Qarası 3-dür. Qarası 1-dir və qarası 2-dir. İndi verilən misalda siz baxsanız, məsələn, yazıb 4-dən 2. Birinciyə uyğun nə var bizdə? 6-dan baxın, bucaq sayı qara sayından nədir? Çoxdur. 6 4-dən çoxdur. 4 2-dən 2 vahid çoxdur. 5 3-dən 2 vahid çoxdur. 3 1-dən 2 vahid çoxdur. Demək, bunun bu boz bucaq və qara hissəsinin arasında olan əlaqəni mən nəyə tətbiq eləyə bilirəm? O yuxarıdakına. Yəni nə? 1-ə. Verilən hissədə isə demək, bu birinciyə uyğun gəlir. Bəs müəllim, ikinci ilə görə nə oxşarlığı var? Baxın, 4 bucaq, 5, 3, 6 və 5. Baxın, burada isə bucaq sayı 4-dür, qara sayı 6-dır, 7-dir. Burada bucaq qaradan nədir? Azdır. Heç məsələn, ağ sayına uyğundur. Bax, 2 dənə ağım var. Baxın, görün, aşağıda 2 dənə ağ olan var. Yox, görürsünüz, burada neçə dənədir? 2 dənə də mobilslərdə nə edir həmin qanun uyğunluq? Pozulur. Demək, bu da tapdığım qayda hansına aid imiş? Yəni, daha doğrusu, hansına aid ola bilər? Birinciyə. Demək, yalnız nədir burada? Birinciyə. Bəs ikinciyə məsələn necə ola bilərdi? İkincinin də özünə məxsus bir qanun uyğunluğu olsaydı, bu zaman siz deyən kimi ikinciyə də aid eləyə bilərdik. Digər suallardan biri isə, dəyərli dostlarım, ekranın bu hissəsində gördüyünüz suallardan birini izah edəcəm sizin üçün. Bu, saat məsələsi ilə bağlıdır. Qeyd edim ki, bu testdə bir neçə dənə saat məsələsi ilə bağlı sizə izah verəcəm. Onlardan biri, bir çoxlarınızın artıq əzbərdən bildiyi həmin o saatdır. Bəziləriniz isə, aman Allah, bu nədir deyə düşünür. Qeyd edim ki, bu kimi bir misal düşdüyü zaman sizin ağlınıza ilk gələcək şey bunu soldan sağa və yaxud da ki, sağdan sola doğru yazmaqdır. Burada maraqlı suallar var. Qeyd edeyim ki, əksəriyyətinizin bildiyini düşündüyü, amma hələ də bilmədiyini, daha doğrusu daha yaxşı formada bilmədiyini olan suallardır. Bax, verilən bu misalda
bu güzgüdə olan hissədir. Bu arada qeyd edeyim. Əgər real saatda biz hər birimiz bilirik ki, bura 12 yazılmalıdır, bura 1-dir, 2-dir. Lakin bu məndə verilən hissə hansıdır? Güzgüdədir. Yəni sən bu sadə hal-hazır güzgüdə baxdığın üçün güzgüdə baxanda sadə rəqəmlər neyir? Dəyişir. Yəni bura məndə 12-dirsə, bura olur 11, 10, 9, 8, 7, 6, 5 və 4. Bax, 9 ilə 10 arasında olmaq saat hal-hazırda 10-a işləyir. Yəni saat 9. Verilən bu misalda da bu arada qeyd edeyim, birdən aramızda kimlərsə bilməz. 1, 2, 3. Yəni hər şkalanın arasında 5 dəqiqə var. Bax görürsünüz 4 ilə 5-in arasında hansı dəqiqəlardır? 20 ilə 25. Bu məndə nədə ola bilər? 23-də və yaxud da neçədə? 22-də. Bəs niyə 21 deyil? 21 olsa 4-ə yaxınlardır. 25 olsa və ya 24 olsa bura yaxınlardır. Bəs müəllim, mən nə bilim bu 22-dir yoxsa 23? Dostlar, verilən misalda siz diqqət eləsəniz, bütün variantdakı dəqiqələr arasında hər birisində neçə dəqiqə arasında fərq var? 2 dəqiqə. Əgər saatı 9:23 götürsəm, indi bu əslində bir çox dostumuzun özünün tapmalı olduğu bir şeydir ki, yəni 9:23-dən sən 11:27-yə qədər dəqiqəni tapmalısın. Adam var tapa bilmir, çətinlik çəkir. Yəni 9:23-dən mən 11:17-yə getməliyəm. Daha yaxşı etməyiniz üçün mən bu 9-u saat eləyim 10:00. 10:00-a gələnə qədər, bax 37 dəqiqə buradandır. Bir də 10:00-dan da bu hissəyə neçə dəqiqə keçir? Yəni buradan da ora. 1 saat 17 dəqiqə. Bu həmin 37-nin üstünə gələrəm. 1 saat 17 dəqiqəm də. Məndə 77 dəqiqədir. Bu da bərabərdir 114. Yəni kimlərinsə beynində sual yarana bilər. O sual nədir? Niyə müəllim, sən burada bunu 23 götürdün? Niyə 22 götürmürsən? Bax dostlar, 9:22 götürdüyüm zaman isə verilən misalda bunu 10:00-a aparıb çatdırsam 38 dəqiqə buradandır. 10:00-dan 11:17-də isə 1 saat 17 dəqiqəm də buradandır. Yenə bunları toplasam 38-in üzərinə 77 gəlsəm eləyir 115. Baxın, cavabda 115 yoxdur. Bəs yaxşı 24 götürsək, 24 də götürsək dostlar alınır 113. Cavab fikir verin 113 ilə 115-in nəyindədir? Aralığında. Bəs yaxşı müəllim, bu tələbələr həmişə deyilir, bu dərəcələrlə bağlı olan suallar var. Mənə nəsə narahat eləyir. Görək söhbət hansı sualdan gedir? Söhbət dəyərli dostlarım, təbii ki, bucağın dərəcələrinin tapılmaqdır. Biz bununla bağlı bir neçə dəfə izah vermişik fərqli-fərqli dönəmlərdə, fərqli-fərqli vaxtlarda. Qeyd edim ki, son keçirilən imtahanlarda da bizə düşən sual tiplərindən biri də budur. Əvvəllər açıq sual kimi də biz bununla rastlaşa bilirdik qəbulda. Lakin son zamanlar əsasən qapalı sualda düşür və son keçirilən bütün qəbulların hamısında da var. Və bu həmin o suallardan biridir. Bəs yaxşı, ay müəllim, mən bunu etmək istəsəm, ilk nədən başlayayım? Birinci dəyərli dostlarım, bu gördüyünüz misallarda hansının tərəf sayı çoxdursa, onun fırlanması azdır. Bu nə deməkdir? Bax, bu gördüyünüz 5-in neçə dənə tərəfi var? 1, 2, 3, 4, 5, 6, 7 və 8. Yəni 8 tərəf olmaq o deməkdir ki, bir fiqur bütöv öz oxu ətrafında fırlanda 360 dərəcədir. Bu gördüyünüz qalın xətti vəziyyətdə, mən biraz bunu belə də yaxınlaşdırım ki, daha da yaxın görəsiniz. Bax, bu gördüyünüz qalın xətti vəziyyətdən, yəni bir dişi bu dişdən bu dişi hərəkət elətdirməliyəm, saat əqrəb istiqamətində. Yəni mən də bunu qalın xətti vəziyyətdən qırıq xətti vəziyyətə gətirməliyəm. Birincisi, neçə dənə eyni tərəfi varsa, söhbət eyni tərəflərdən gedir. Ha? Bax, bu birə, görürsən, bir eyni tərəf deyil, birlə işim yoxdur. Görürsünüz, bunun 8-i də bir-birinin nə idi? Eynisi. Yox, əgər buradan bir dənə belə tutalım, bir üçbucaq kimi ox çıxsaydı, onda bu dediyim qaydanı buna tətbiq etməyəcəkdik. 8 dənə tərəfi varsa, həmin o 360-ı bölürəm 8-ə. Bərabərdir 45. Yəni, bu deməkdir ki, bunun bir dişindən o birisi dişinə saat əqrəbi istiqamətinin hərəkəti maksimum 45 dərəcədir. İndi bu misalda siz diqqət edərkən bunu qırıq xətti vəziyyətə gətirdi. Yəni, buradan bura 45, buradan bura maksimum 45. Amma fikir verin, bu ortadakı qırıq xəttə qədər fırlasam, bu 45 getmir. Nə qədər gedir? 45-in heç yarısı deyiləmir. Müəllim, burada axı maksimum şeydir. Yəni, maksimum neçə dərəcə eləyə bilərim? 45. Amma heç vaxt 45 fırlanmır. Neçə dərəcə olsun? 5-ci fiqur mənim üçün hərəkətini tamamlasın 40 dərəcə. Bax,
Bəzi dostlarım var. Keçən səfər mənə belə bir sual vermişdilər. Nə ilə bağlı? Deyir, niyə bu oxlara görə bu 4-cü sualla bağlı deyir? Deyirəm, baxın dostlar, bu 4-cü sualın 4 dənə bu plus oxşar isarəsi var. 4 dənə də bax bu ox hissəsi var. Müəllim, biz bunu neçəyə bölməliyik? Dostlar, istəyirsən oxlara görə təyin elə, istəyirsən digərinə görə. Yəni əsas məqsəd neçə dənə hissəsinin olmalı? 4 dənə. Axı bu sual həmişə sual yaranır. 8-dən dostlar, 8 deyəndə o 4-ü bir komandadır, bu 4-ü də 1. Həmin o 360-ı bölürəm 4-ə. Bərabər 90. Yəni istəyirsən bu dişdən bu dişə 90 hərəkət eləsin, istəyirsən bu dişdən. Yəni oxlara görə götürmüsənsə 40 xətt də oxlara görə götürəcəksən. O xəttə görə götürmüsənsə, yəni plus olan hissəyə görə, bunu da plus olan hissəyə görə götürəcəksən. Onda verilən hissədə, bax bu ox olan hissədən, bu ox olan hissəyə maksimum mənim hərəkətim 90-dır. Yəni bir dişdən. İndi adam var fikirləşir, müəllim, axı bunu geriyə aparsam daha tez olur. Məsələn, geriyə neçə dərəcə? Baxıram göz təqribi olaraq fikirləşirəm ki, olsun 30 dərəcə. Bəs sadə əqrəb istiqamətinin nə qədər? 70. Mənə sadə əqrəbi lazımdır. Sadə əqrəbin əksi yox. Onda bu misalda 4-cü fiqur mənim üçün nə qədər hərəkət edə bilər? 70 dərəcə. Niyə, nə bilirsən, bəlkə 75-dir. Təqrib olaraq götürürəm dostlar rəqəmləri. İndi verilən digər misalda isə bu gördüyünüz 3-cü sual. Bu isə baxın 6 dənə tərəf var. 1, 2, 3, 4, 5, 6. Həmin o 360-ı bölürəm 6-ya bərabərdir 60. Yəni bir dişindən digər dişinə qədər mənim üçün 60-dır. Onda verilən bu misalda bu neçə dərəcə? Görürsünüz 60-dan kiçikdir. Baxın dostlar, bura qədər gəlsə 60 idi. Bax buradan bura. Amma neçə dərəcədir? 60-a çatmayıb. O zaman mənim üçün 3-cü fiqur nə qədərdir? Olsun 50. İndi qalıram digər iki hissədə. Digər iki hissəni tapmağın yolu, dəyərli dostlar. Düzdür, indi imtahanda sizlər olarkən, imtahan kağız daşıyıcı üzərində olsa, bəli, tapmaq rahatdır. Kompüterlə olduğuna görə bu qaydanı yadda saxlayın. Əgər eyni dişə malik olan, yəni eyni quruluşa malik olan fiqurun hissələri hansı çoxdursa, o daha az fırlanır. Yəni 5 nömrəli fiqurun hissəsi çoxdursa, o daha azdır. 6 ondan biraz çox olur. 4 ondan biraz çoxdur. Bax, gördüyünüz 2 isə burada dəyərli dostlar, 2 tərəfi var deyə mərkəzindən düz xətt keçirirəm. Bax, bunun hər iki tərəfindən ox çəkə bilərəm. Niyə hər iki tərəfindən? Çünki 2 tərəfi də eynidir. Fərqli tərəf olsa bir tərəfdən çəkirəm. Digər tərəfdən də bax, oxu çəkirəm və hər iki tərəfindən ox çıxardım. Mən bu hissədən, bax, bu qırmızıdan bu göy olan hissəyə qədər neçə dərəcə hərəkət etdirirəm? Baxın, itib ucaqdır. Yəni nə? Müəyyən bir dərəcə altında. Təqribi olaraq, üzr istəmə, mən qırmızıdan, göydən qırmızıya getməliyəm. Qırmızıdan göyə gedirəm. Yəni qalın xəttdən. Buradan bura fikir verin, kör bucaqdır. Neçə dərəcədir? Biləm ki, 130, 120. Müəllim, olar bu göydən də bura gedim. Yenə eyni şeydir, dostlar. Bəs niyə biz bunu qırmızıdan, yəni göydən bu geriyə doğru getmir? Çünki dostlar, mənə lazım olan sadə əqrəbidir. Bir daha xatırladıram. Bu da olsun 130 dərəcə. Düzdür, artıq variantlara baxanda bilinir ki, burada 5 gəlir, 4 gəlir, 5 gəlir, 3 gəlir. Sonra 4, 2, 1 və bir nətər tapın. Bir isə dostlar, fərqli tərəfini tapırsan. Bax, görürsünüz, bunun burada şişq olan tərəfi var. Bax, bu 2 dənə. Bunun mərkəz nöqtəsini tapıb, düz xəttimi keçirirəm. Oxu da buradan çıxartdım, bunun təpə tərəfindən. Həmin prosesi digərində tətbiq edirəm. Bax, bu gördüyünüz hissədə. Hani bunun o ox tərəfi ikisinin arasında olan deyil burada. Bax, mən göy fiquru ana fiqurdur. Saat əqrəb istiqamətində fırlatsam, bax 180 dərəcəni keçdim. 180-dan sonra nə gəlir? Bir də itib ucaq. Yəni təqrib olaraq nə qədər? 210 dərəcə. Bu da mənə artma sırası deyə bilər, azalma sırası deyə bilər. Bir daha xatırladıram. Ən çox hissəsi olan ən az fırlanandır. Ən az fırlanan isə ən kiçik olan hissəsi isə ən az fırlanandır. O zaman burada artma ardıcıllığı ilə desə düşsən 5, 3, 4, 2 və 1. Bu da deyil C bəndində. Daha sonra dəyərli dostlarım, keçid edirəm bir çoxlarınız üçün də maraqlı olan ən gözəl testə. Görürsən hansı testdir? Demək dəyərli dostlarım, bu ekranın sol tərəfində yerləşən söhbət gedir sahədən. Demək olar ki, artıq bir çox dostumuz bununla bağlı məlumatlıdır. Lakin bəzi dostlarımız da ola bilər ki, bunun nə olduğunu bilməz. Ümumi bir təkrar deyirəm. Bununla bağlı bizim sahə perimetr videomuz var.
Onu izləyə bilərsiniz. Burada geniş formatda bunun çıxarış hissələri var. Bəs yaxşı müəllim, mən nədən başlayım? Bunu dostlar hissələrə bölmək daha kömək eləyir. Qeyd edim ki, biz sahə perimetrdə bu misalı hissələrə bölməliyik. Özü dostlar, bax düstur olaraq yazıb. Sahənin düsturu S bərabərli 3R kvadrat. Normalda S bərabər deyil pi R kvadratına. Burada yəni bu səhə pi'nin artıq yəni 3 olduğunu verib deyib ki, özümü yorma. Özümü yormuyum. Bəli. Onda mən neyiniyim? Baxıram bu hissədə. Dəyərli dostlar. Bax, bunu hissələrə bölərkən bir balaca diqqətli olmaq lazımdır. Bax, bir çevrə fikirləşin. Çevrənin mərkəzindən onun kənarına qədər olan məsafə radius deyilir. Radius dostlar hər tərəfdən eyni qədər məsafədə olur. Yəni yuxarıdan, aşağıdan da bir olmalıdır, yuxarıdan da, öndən də, digər hissədən də. Bəs yaxşı müəllim, mən burada bölərkən nəyə diqqət edin? Bölərkən dostlar eləyin ki, çevrələri hər tərəfdən eyni bölünsün. Baxın, 2-nin 2-yə. Bu da, fikir verin, 2-nin 2-yə. Bu neçənin neçəyədir? 3-ün 3-ə. Burada bir dənə düzbucaqlı üçbucaq alınır. Hissələrə bölürəm. Bu mənim üçün digər çevrənin çöl hissəsi. Bu digər çevrənin çöl hissəsi. İndi bax, bütün hissələri tapıram buradan. Qeyd edeyim ki, bu sualı 2 dəfə qulaq asanların əksəriyyəti bunun nə olduğunu deyə düşünür. Lakin qeyd edeyim ki, bu suallar həqiqətən də bir çoxlarınız üçün müəmmalı görsənə bilər. Lakin bunu asanlaşdıra bilər özümüz üçün. O da necə? Verilən misalı baxmamışdan əvvəl sahə perimetrlə bağlı olan izaha bir daha baxın. Onu da videonun aşağısından yerləşdirəcəm ki, sizin üçün daha da yaxşı olmuş olsun. İndi verilən bu misalda bunları tapdıqdan sonra birinci bütöv hissələri tapıram. Bütöv hissələri necə tapım müəllim? Və sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10'un üzərinə gəlirəm. Bax, belə 2-nin 2-yə çevrə olan da ümumiyyətlə radiusu 2 olan çevrə necə tapılır? Özüm üçün yazıram. Bax, S bərabərdir. Sol tərəfdən yazıram. 3 vurulsun 2'nin kvadratı. Bu isə məndə bərabər edir 12'yə. Bax, bu çevrənin hansı hissəsidir dostlar? Yəni, bunu bütöv bir çevrə kimi fikirləşsəniz, çevrənin hansı hissəsidir? Baxın, 4də 1'i. Hər dəfə aldığınız cavabı, yəni radius 2-dirsə, tapdığınız sahəni, onun nəyin tapasınız? 4də 1'in. Yəni, onda mənim üçün 12, bura neçə eləmiş olur? 3. Bura 2'nin 2'yədirsə, bax, bu da 2'nin 2'yədir. Bura da 3'dür. 2 dənə 3'üm var. Üstə gələk 6. Və yaxud da 6 yazıram, bəzən dostlarım deyir, görüm niyə yazdın? Yəni, 2 vur 3, üstə gələk. Bax, bu 3'ün 3'ə radiusu var. S bərabərdir, nə? 3 vurulsun 3'ün kvadratı. Bu da bərabərdir 27. İndi bu 27'nin hansı hissəsidir? Bayaq dediyim kimi, hər dəfə aldığım sahəni neçəyə bölürəm? 4'ə. 4'də 1'ə. Bərabərdir 6 %75. İndi bu hissə məndə 6 tam %75'dir. Bunun üzərinə gəlirəm. Bu gördüyünüz düzbucaqlı üçbucaqdır. Bax, 2'nin 3'ə. Düzbucaqlı üçbucağın sayısı tapılır. Katetləri hasıl. Yəni 3 vurulsun 2 bölünsün 2. Bərabərdir 3. Üzərə gəlinsin 3 plus. Bəs müəllim, bax bu çöl tərəfi kiçik olan hissəni necə tapmalıyam? Nə cür edim ki, mənim üçün daha rahat olsun desən? Əziz və dəyərli dostum, əgər sən onu bilmirsənsə, yadda saxla. Bax, bu hissəni içəri tərəfin 3 olduğunu bilirsən sən artıq. Hardan? Aşağıdan. Bax, bu neçə dənə kvadratın yerini tutub? 4 dənə. Dostum, bura içəri 3-dürsə, çölə neçə qalır? 1. Fikir verin, onda bu da 1, bura da 1. Üstünə də gələrəm həmin o 2'ni, 2 vurulsun 1'i. Bərabərdir 27 tam %75. Qeyd edim ki, bizim bu sualına açıq sual olaraq qəbulda rastlaşma ehtimalımız çoxdur. Onun üçün də verilən misalları həll edərkən mütləq diqqətli olmanız tövsiyə olunur. Daha sonrasında digər bir sualla sizi tanış eləmək istəyirəm. O sual nədir? Bu ekranın sağ tərəfində gördüyünüz neft məsələsidir. Bu artıq demək olar ki, bir çoxları üçün populyar olan, öz tempini saxlayan həmin o misaldır. Bəs yaxşı müəllim, bu kimi misalları edərkən nəyə diqqət etsəm mənim üçün yaxşı olar? Qeyd edim ki, əziz və dəyərli dostlarım, bu sualla bağlı, bəli, əvvəllər çətinliklər olsa da, indi demək olar ki, hər kəs bilir, lakin siz imtahanda bunun fərqli bir versiyası ilə də qarşılaşa bilərsiniz. Mən istəyirəm onu da sizə göstərim. Birincisi, fərqli versiya deyəndə siz bu ekranda bu şəkli görmüsünüzsə, o demək eləmiş şəkil. Bəzən şəkilsiz olan hissəsi ilə də rastlaşa bilərsiniz.
Əgər verilən misalda rəqəmləri dəyişmişəm. Misalın orijinal olan hissəsində biraz fərqli idi. Bax, tələsmirəm. Burada əgər mənə konkret olaraq bir ton olaraq neft versəydi, mənim işim biraz çətinləşərdi. Yəni neçə milyon barel olduğum. İncavardan yaxşı vermir. Bax, deyir, əgər neft 60 dollardan yuxarı olsa, 60 dollardır. Hər 10 dollara görə 0,7 milyard manat artması gözlənilir. Birincisi, mən hissələrimi tam. Bilmirəm neçə ton neftim var, x ton. Yəni 70 dollar barel neftin 14'də 3 hissəsi. Yəni yazıram 14'də 3. Mən də deyəsən 13'də 4 yazdım. 14'də ekran çəkib tərəfini ağartmışdıq, getdi. Biraz təmiz yer eləməliyik ki. Burada hesablamalar biraz çoxdur. Əksəriyyətiniz artıq bəlkə də bunu əzbərdən bilirsiniz. Bəziləriniz üçün aman Allah, hər dəfə izah eləsək də biraz qeyri-adi gələn bir sualdır. Amma mən sənə əmin edirəm ki, sən buna özün oturub bir dəfə tam şəkildə rahat baxsan, gedişatı bilsən. O zaman anlayacaqsın və deyəcəksin, aman Allah, mən bunu necə etməmişəm. Amma pis olmayır. Hələ də işin üçün gec deyil, hələ vaxtı var. Bax dostlar, 14'də 3 x vurulsun 70. Üstə gələk. 110 dol neftin 2'də 1 hissəsi. Yəni 2'də 1 x bölünsün 2. Bu neçə dollardan satılır? 110'dan. Bunun da üstünə gələk. Verilən misalda 98 dollar barel satılan neft də var. 98'i də vurum. Nəyə? 7'də 2x'e. Burada dostlar bərabər eləyir. 14'ü buna vursam eləyir 15. 15x üstə gələk 55x. Üstə də gələ 28. 38. 98'i 7'ye bölsəm 14. 2'ye də vursam 28. Bərabər 98 dollara. Mən dostlar, bunun 98 dollar olduğunu bilirəm artıq. Demək, hər 10 dollara görə məndə nə qədər artım var? 0,7 milyard. Düzdür, alınan misalın cavabında qəbulda olarkən həmişə yuvarlaq rəqəm götürülür. Yəni, mən 98 alınıbsa, 98'dən 2 sağ eləyim. Bax, 98'dən çıxaram 68'i, 60'ı. Yerdə nə qalır? 38 dollar. Deyir, hər 10 dollara görə nə qədər gəlir nəzərdə tutulur? 0,7 milyard. 90 aldığım məbləğdən məndə nəzərdə tutulan məbləği çıxıram. 38 də bölürəm ona. Bərabərdir 3,8. Onu da vururam 0,7'yə. Niyə vursan 0? Yəni hər 10 dollara görə 0,7'dirsə, 3,8 də vururam 0,7'yə. Bu da məndə eləyir 2,66. Yəni demək ki, mən ümumilikdə 2,66 milyard dollar qazanc əldə etməliyəm. O zaman 2,66'dırsa 50,7'nin üzərinə də onu gəlirəm. Yəni demək gəlirlə çıxdım. 50,7'də üstə gələk 2,66. Bu da məndə eləyir 50. 3 tam. Biraz məbləğləri ilə yazmışam ki, siz görməyə bilərsiniz. 50 tam. Bu da eləyir 50. 3 tam. 53. Tam %36. Alınan məbləğ əgər 55'dən başsa aşağıdırsa, yuvarlaqlaşdan neçə götürürəm? 53. Bəs yaxşı, müəllim. Mən buna gəl yazmışamsa və verilən misalı daha tez tapmışamsa, bunun biz başqa hansı versiyası ilə də rastlaşa bilərik? Bunun son, belə deyim də, növbəti qəbulda rastlaşa biləcəyiniz tiplərindən biri də birdən qiymətin azalması da ola bilər. Qiymətin azalması nədir? Bu arada belə bir məlumat verim. Qiymətin azalması olduğu hissə, bax bu gördüyünüz hissədir. Birdən mənim aldığım cavab, mən buranı silirəm. Məsələn, 100 dollar almazdım, 90 dollar almazdım. Bu elədiyim qaydanı həll eləyib. Misalı alardım 40 dollar. İndi bayaq 100 almışdım, indi almışam 40 dollar. Yəni ortalaması neftin, topladım tutalmamısını, aldım 40 dollar. 40 dollar olanda mən artıq burada nədəyəm? Ziyanda. Onda verilən misalda əgər mənim ziyanım varsa, həmin 40 dollardan 60 dollar. Yəni 40'dan artıq prezəcə ziyandasan. Həmin o 60'dan çıxaram 40'ı, bərabərdir 20 dollar.
20-ni bölərəm 10-a, alınır 2. 2-ni də vuraram nəyə? 0.7. Bərabərdir 1.4. Yəni artıq mən burada 1.4 milyard xeyirdə deyirəm, ha, nədəyəm? Ziyandır. Həmin o 50 tam 7-dən də çıxaram. 1.4-ü. Qalar məndə 49 tam 3. Bunu da yuvarlaqlaşdırsam dəyərli dostlar 49 tam 3. Bu deyir 49. Demək ziyan olan hissəsi olsa bizim üçün nə olmuş olur? Həmin hissədən çıxıram. İndi bunu yazdıqdan sonra digər bir hissəyə keçid eləmək istəyirəm. Həmin hissə nədir? Digər bir sualla bağlı. Son zamanlar dönənlərim sizə demişdim ki, bu sual dizayn edəcəm. Sol tərəfdə yerləşən digər videoda da. Bax, bu sual dostlar sırf riyaziyyatla bağlı olan bir şeydir. Bax, yazıbdır ki, qanun uyğunluğu müəyyən edin və verilmiş natural ədədlər. Natural ədəd deməkdir ki, yəni 0 yoxdur, kəsir yoxdur, mənfi ədəd yoxdur. Yəni 1-dən başlayır, özü yuxarıya doğru. Özü də yazmıyor bir rəqəmli. Yəni bu 10 da ola bilər, 100 da ola bilər, 500 da ola bilər. Ümumiyyətlə bu kimi bir misalı həll edərkən ilk ağlınıza gələcək şeylər təbii ki nədir? Yazı ver 0.8a böyükdür 1.4d, bu da böyük, bu da bərabərdir deyə. Siz bilirsiniz ki, bir şeyin birdən az olan hissəsi digərin birdən çox olan hissəsindən böyüksə, o avtomatik nədir? Daha böyükdür. Riyazi olaraq başa salmaq üçün xırda bir detal verim. Yəni bax, əgər t-yə mən 10 desəm, fikir verin, 1.4-ü 10-a vursam neçə eləyir? 14. Onda d məndə neçədir? Dostlar, 14. Yəni görürsünüz, bu onun 1.4 qatıdır. Yəni d t-dən nədir? Normaldır, böyük. Və yaxud da ki 0.8a d-dən nədir? Böyükdürsə, belə çıxır ki, d 14 olsa da, məsələn 10 götürürəm, 10 götürməyim, belə götürürüm, 16 götürürüm. Onda 0.8-i nəyə vursam? 16-dan böyükdür, yəni 20-yə. Yəni minimum buna 20 desəm, 20 nədir? D-dən böyükdür. Onda verilən misalda, siz diqqətlə baxsanız bu hissədə, A böyükdür məndən T-dən, D-dən, o da böyükdür nədən? T-yə. Qeyd edim ki, bu misal artıq bir neçə dəfə bizdə qəbulda rastımıza çıxıb və yenidən çıxa biləcək həmin o sual tipidir. Ona görə burada çıxılıb yazırsınız və mən bu misal edərkən aşağı hissəyə baxıram. Bax, bu hissəni əksər dostlarımız anlamır. Niyə anlamır? Qeyd edeyim. Demək, burada ilk dəfə gördüyünüz bu hissədə yaz və y bərabərdir. En üstə gələk t. Verilən bu misalı yazarkən özümdən yenə rəqəm verirəm. Olsun 8-dən 4. 8-dən 4 toplayıb 2-yə bölsəm alınır 6. Niyə 8-dən 4 yazdım? Bəlkə 16 ilə 18-dir. 16-nın 18-i toplayıb 2-yə bölsəm eləyir 17. Yəni bu deməkdir ki, y n və t-nin arasındadır. Bilmirəm, ana nədərdir. Yəni nə? N böyükdür y, böyükdür t-dir. Və yaxud da ki, t böyükdür y, o da böyükdür n-dir. Yəni bu iki ədədin ortasındadırsa, deməli y n-lə t-dən nədir? Birindən böyük, birindən kiçikdir. Sonra nə yazıb? Deyir 0.8n böyükdür 1.2 s-dən, o da böyükdür 1.4 u-dan. Yəni elə bu gördüyünüz kimi bir şeyin daha azı, o birisinin daha çoxundan nədir? Böyükdür. Onda burada n böyük olur s-dən, s də böyük olur u-dan. Və yazı və a bərabərdir 0.6g, o da kiçikdir 0.5. Deməli a g-dən kiçikdir. G-nin də 0.6 qatı i-nin 0.5-dən kiçikdir. Demək bu da nədir? i-dən kiçikdir. Onda buradan belə çıxır. i böyükdür g, o böyükdür a. Onda böyükdür nədən? D-dən. O da böyükdür nədən? T-dən. Və mən artıq burada bilirəm ki, bu iki misalda hələ ki saxlamışam ama dostlar. Y-mi T-dən böyükdür, T-mi N-dən böyük bilmirəm. Bax burada amma onu görsədir. Baxın. Deyir T U ilə N-in cəmindən nədir? Böyükdür. Mən ya belə bir ardıcıllıq yazmalıydım. N böyükdür Y, o böyükdür T. Ya da ki belə T böyükdür Y böyükdür. Onda T ikisinin cəmindən böyükdür avtomatik. Nədir? Ardıcıllıq belə olmalı. T böyükdür Y-dən. O da böyükdür nədən? N-dən. N-də nədən böyükdür? S-dən. Bəs S-də nədən böyükdür? U-dan.
İndi bir dənə qalıb bax bu K ilə bağlı olan məsələ. Bir də bax diqqət etmə, bax G-ni I-yə bölüb. Mən bilirəm ki, G I-dən kiçik bir ədəddir. Yəni özümdən götürəm rəqəmlər bu arada. Buna 5 desəm bu 6-dır. Yəni 6-da 5 alınmalıdır. Yəni sürət məxrəcindən sürəti məxrəcdən nədir? Kiçikdir. Yəni onda məsələn buranı 5, buranı 6 götürmüsə özümdən yazıram. Yenə deyirəm rəqəm. Bura 10, onda bura neçədir? 12. Onda bu da 10-dursa məndə. Yəni yuxarı aşağıdan nədir? Bu çünki yenə kəsr kimi qalır, tam olmur. K nədir? U-dan. Kiçik bir ədəd olmalıdır. Ona görə K nədir? Ən sonda. Bu da mənə deyir ki, artma sırası ilə düşsəm, dostlar artma sırası ilə gedəndə K, U, S, N sola doğru gedir. Deyir, artma sırası ilə düşəndə 4-cü ədəd hansıdır? N-in özü. Bilirəm, belə izah edəndə biraz adama yorucu gəlir, biraz adama itici gəlir. Ona görə də bu kimi misalları edərkən mütləq qaydada nəyə baxmaq lazımdır? Həmin hissəyə. Onda mən diqqət edirəm burada. Bu hissədə ki, məndən nəyi soruşur? İndi keçid edirəm digər bir suala. Son zamanların ən məşhur suallarından biri də deyərdim. Söhbət gedir, dəyərli dostlar. Yuxarıda biraz sürpriz olsun, sizi biraz həsrətdə saxlayaq. Görək o nə sualdır ki, müəllim, biz onu bilmirik. Əslində əksəriyyətiniz onunla bağlı məlumatsınız. Deyəsən bu bir hissədədir, bizə dəqiqə. Bir çox tələbənin hələ də başa düşmədiyi sualdır. Söhbət gedir konqurent fiqurdan. Bəlkə də bununla bağlı həmişə də bu testi göstərirəm. Çünki hal-hazırda əlimdə olan bir dənə test budur. Konqurent fiqur nədir? Nə olan şeydir? Siz diqqətlə baxsaz, məndə bu hissədə nəyə diqqət eləməliyəm? Deyir, bunu 3 dənə eyni fiqura böl, konqurent. Konqurent fiqurun nə olduğunu bu arada açıqlayır ha o. Konqurent fiqur odur ki, verilən misalı həll etməyə 3 dənə bu fiquru bölüb 3 dənə fiqur almalısan. Bəzi dostlarımız artıq bunun cavabını əzbərdən bilir hətta. Bax, mərkəzdən, dəyərli dostlar. Bunu nətər bölüm ki, 3 dənə yeni fiqur alınsın? Bax, elə bil 3 dənə kitab alınacaq dostlar burada. Konqurent həm də odur ki, fiqurun böldüyün zaman ola bilər fərqli hissələri alınır. Sən o fiquru fırlatma, özdə yazıb baxın. Fırlatma, sürüşdürmə, güzgü əks etdirmə yolunu eləyəsən, çevrilib eyni yer yazırsan. Yazdım dostlar. Bax, bu kitabın biri. Biraz belə pis çəkdim, xəttimə görə karandaşı üzürü sayın. Karandaşın günahıdır. Bu bir. Bax, kitab da elə bil dostlar, ağız aşağı baxır. Bu məndə də ikinci kitabdır. Bu da ağız aşağı baxır. Bu da üçüncü kitab. Bax, üçü də nə alındı? Kitab. Onda verilən misalda mən bunu həll etmək istəyirəmsə, başqa nəyə diqqət edeyim? Da yazmışam. Bu da məndən soruşur ki, hansı hissəsinə daha çox fiqur düşür? Bax, 3 dənə kitabdır. 1, 2, 3. Hansının içinə daha çox fiqur düşdü? Üçüncünün. Demək, bir oxdur. Bir budur, bir də bu. Yəni, cavab olur 4, 6, daha doğrusu 4, 5 və bir də neçə? 7. Çətin bir sualdır. Bəli, mən razıyam. Hətta belə izah eləyəndə bir çoxunuz başa düşmürsünüz. Bunun digər hissədə izahı var. Ona atacağım sizə baxarsınız. O öz yerində. Daha sonrasında keçid eləmək istəyirəm. Ovçu məsələsini o qədər şey görmürəm. Adekvat. 89-cu sualla bağlı. Bu da kodlaşdırmadır. Bu arada şifrələmə mövzusudur. Sizə son keçirilən qəbulda şifrələmənin ən gözəl versiyasını. Birinci videoda izah eləmişdim mən onu. Hansı idi? Ən çətin qəbula düşən sual. Həm hecalara bölürdük, həm sözlərin, həm hərflərin özünün bir kodu vardı. Verilən bu misalda da siz buna baxarkən nəyə diqqət edin? Yazılı dostlar, X şərti dilində tərcümədə olunan aşağılardır. Burada artıq hər sözün özünün bir kodu var. Məsələn, onlar onu çağırır, onlar onları, onlar. Bax, görürsən, onlar burada da var. Onlar burada da var, onlar burada da var. Onların kodu nədir? Baxın, ro. Demək, məndə ümumiyyətlə ro ilə başlayan söz ola bilməz. Çünki mən onu çağırıram. Bəs mənim, onlar, bax görün nə yazır dostlar? Onları sözü burada da var. Onları sözü burada da var. Onları nədir? Baxın, B.
Deməli, B nəyi bildirirmiş? Onlar. Onda A nəyi bildirir? Məni. Onda gözləyir nədir? Karma. Bəs onlar bizi, bax, karmadsa dostlar, onda belə çıxır ki, ro məndə onlarca, mu nədir? Bizidir. İndi sonra nə yazıb? Ro, çağırırlar sözü burada da var, çağırıram sözü burada da var. Görürsünüz, AB, Tami, çağırıram deməkdir, Tami. Onda onu nəymiş? Ro, K. Deyirik, mən onu çağırıram. A, K, onun hecasını yazdı. Bir də nə? Tami. Olur nə? C variant. Sonra, dəyərli dostlarım, keçirik sol tərəfdəki oktaedrlə bağlı. Bundan əvvəlki videoda siz piramidanın açılış qaydası ilə tanış ola bilərsiniz. Orada da piramida nədir, açılış qaydası nədir, nə etsəm daha yaxşı olmuş olur deyə adam düşünür. Siz də verilən bu misalda yadda saxlayın. Oktaedrin əsasən 2 dənə qaydası var bizim üçün tapmağa. Birinci qayda, bir nöqtədən 4-dən 3 bucağa birləşməlidir. İkinci qayda isə 2 dənə dörtlü 3 bucaqdan komanda alınmalıdır. Düzdür, bura sağa nə yazdım ki, özüm də başa düşmürəm, amma sonra fikir verməyeyim. Deyək, bu o deməkdir ki, məndən düzgün açılış forması sorulur. Bu sualı 2023, axırıncı səfər biz bu sualı 2023-cü ilin fevral ayında görmüşük, oktaedri. Ondan bəri biz qəbulda bununla bağlı sualla rastlaşmamışıq. Bəs müəllim, biz bununla bağlı rastlaşmamışıqsa, niyə bunu keçirik? Axı, 3 ilə yaxın az qalsın, misal qəbula düşmür. Təbii ki, dostlar, düşə bilər. Özdə bu, həmişə ya bəyanın, ya fəaliyyətin davam etdirilməsinin, ya da digərinin A kateqoriyasının qəbuluna çıxır. Yəni, BB-də rastlaşmamışıq hələ ki. Bu o deməkdir, rastlaşmayacağıq. Yadda saxlayın. Əgər bir nöqtədən 5-dən 3 bucağa birləşirsə, 1, 2, 3, 4, 5. Bu, oktaedr deyil. Və yaxud da ki, belə bir formasında fiqur görsəniz, bu da oktaedr deyil. Bəs digər tapılma qaydası nədir? Yaxşı, laf tutalım, bildik bu bir görəndə, belə edəndə. Bəs neyini? Onda siz bu hissəyə diqqət etsəniz. Verilən misalda, bax. Mərkəz nöqtəsini tapıram. İstənilən bir yerdən. Başlayıram saymağa. 1, 2, 3, 4. Böldüm. Təpə tərəfinə bir nöqtə qoyuram. Təpə tərəfinə 1. Olur məndə 1, 2, 3. Digər hissədə də baxın. 1, 2, 3, 4. 2 dənə 4-4 komanda almalıyam. Lakin bu misalda neynəmir? Həmin hissə alınmır. Ona görə bir niyə səhvdir? Mütləq mən burada 2 dənə 4-lü komanda almalıyam. Ona görə 1 səhvdir. Verilən misalda. Sonra məndə nə var? 2 və 5. İkinci sual, bəs 5-i necə tapım? 2-ni necə təyin? Bax, 1, 2, 3, 4. Böldüm 4-cünü mərkəzdən 1, 2, 3, 4. Bu digər hissədən də 1, 2, 3 və 4. Digər hissədə baxın, ortasından böldüm. İndi aramızda bəzi dostlarımız ola bilər. Bunu bir ixtiyar bölə bilər. Orada problem yoxdur. Onda bölsəm. Bax, fikir verin. 1, 2, 3, 4. 1, 2, 3 və 4. Ona görə düzgün açılış olmur. 2 ilə 5. Sonra digər bir misalla sizi tanış eləmək istəyirəm. Düzdür, buradakı sualların əksəriyyətini bəzi dostlarımız var. Əşi, biz bunları bilirik. Bax, bu sual dostlar izah eləmişəm bu günlərim. Əslində bunu mən nəinki bu gün, 4 il bundan əvvəl izah eləmişəm. 4 il ərzində dəfələrlə izah eləmişəm. Bir daha izah eləmişəm və bir daha izah eləyirəm. Qeyd edim ki, bu sual dostlar növbəti imtahanlarda sizin qəbulunuza gəlib düşə bilər. Bəs yaxşı müəllim, birdən düşməsə, bəs biz bunu necə öyrənək? Bunu dostlar izahını atmışam, aşağıda da yerləşdirəcəm. Bir daha da baxın. Qeyd edim ki, bir çoxlarımız üçün kaş bu sual düşsün dediyi həmin o sualdır. Bəli, bu o sualdır. Eynən. Demək, bu gördüyünüz hissədə bizim üçün digər oyunlardan da bir neçə dənə sual izah eləmək istəyirəm. Onlardan biri Futoshiki-dir. Futoshiki gördüyünüz kimi bu sol tərəfdə yerləşən birdən 4-ə qədər xanaları ilə yerləşdirməliyəm ki, həm sətr, həm sütun üzrə. Nə olsun? Verilən misalda. Böyükdür, kiçik işarələri ödəsin və burada hər hansısa bir təkrarlanan ədəd olmaz. Bəs yaxşı müəllim, mən burada nətər eləyim, neyiniyim desəm, verilən misalda
Böyükdür 3, kiçikdir 3 var. Bax, ya ən böyükdən başlamaq lazımdır 4-dən. Niyə? 4 heç bir şeydən kiçik olmur, ya da ən kiçikdən. 1-də heç bir şeydən böyük deyil. Bura sətrə və sütuna doldurarkən ədədləri ilə doldurmalısınız. Hər sətrdə və sütunda bir hərfdən bir dənə olsun. Bax, 3-dən böyük nə var? Yalnız 4. Bəs bu kimi misallara başlayarkən hardan başlayayım, nə edim, nə edeyim? Verilən misalda bu gördüyünüz sətirdə və sütunda. İndi birazdan Hitor ilə də bağlı sizə məlumat verəcəm və daha sonra digər bir oyunla da bağlı. Ona görə dostlar, buraya qədər gəlmişiksə, videonu bəyənin ki, hələ də gec deyil. Arada da cavablarınızı yazın. Bu arada bu sizin də misalları daha tez tapmağınıza kömək edəcək biləcək bir şeydir. Bax, bu sütunda harda işarə daha çoxdur? Sonradan 1-i axtararam. Bax, 1 burada ola bilməz. Niyə? Nədənsə böyükdür. 1 burada da olmur. 1-ə hara qalır? Bax, bu hissə. Bu sətrə avtomatik fikrim gəlir. Niyə? 3 ilə 1-im var. Nəyim çatmır? 4 ilə 2-im. Bura kiçik olduğuna görə bura 2-dir. Bura avtomatik olur 4. Bu sətrə siz diqqət eləsəz, 3 ilə 4-üm var. Nəyim çatmır? 2 ilə 1-im. Bu 2 qoymur sütun 2 yazılsın. Onda bura 2. Bura olur 1. Məndə bu sütunda nə çatışmır? 4-üm və 3-üm. Bura kiçik olduğuna görə 4 ola bilməz. 3, bura 4. 3-dən böyük yalnız 4 var. Onda bu da bu xanadan böyük olduğu üçün 2 böyükdür 1-dən. Bura çatışmır 2. Bura olur 3. Bura da olur 1. Və deyir, bunları tapandan sonra artma sırası ilə düzün. İçindəki rəqəmlər bunları mənim artma sırası ilə tapmağıma kömək edir bu arada. Yəni, necə? Verilən misalda A böyükdür. Yəni, A 1-də gəlməlidir. B gəlir 2-də. D gəlir 3-də. Artma sırası ilə düzsəm. C-dəki 4-də. Amma variantları yazanda bizdə A, B, D, C deyil. Bu sual 2022-ci ilin avqust ayının qəbul sualıdır. Açıq sual kimi düşmüşdü B kateqoriyasında. Ona görə bu misal edərkən birinci oxuduqdan sonra gör səndən nə soruşur. Deyir, amma bunları kodları ilə yaz. Yəni, A-nı görəndə yerinə nə yazıram? 1. B-ni görəndə 2, D-ni görəndə fikir verin, nə yazıram? 4, C-ni içədir məndə 3. Olur 1, 2, 4 və 3. Bizim dostlarımızdan biri deyir ki, müəllim, bəs Hitori buralarda yoxdur. Əslində son keçirilən qəbullarda elə bizə düşən suallardan biri də Hitori ilə bağlıdır. Hitori ümumiyyətlə bizim hər birimizin yaralı yerimizdir bəlkə də. Amma mən deyərdim ki, oyunların içərisindəki ən asan və ən maraqlı oyundur. Düzdür, bir çoxlarınız onu biraz itici sayırsınız. Bir çoxlarınız fikirləşsiniz ki, Hitori'də nə var ki, sadədir. Amma dostlar, nə qədər sadə olsa da özündə biraz mürəkkəblik var. Bu 22-ci sual da mənə görə şəxsən qəbula düşmüş ən çətin düşündürücü suallardandır. Deyə bilərsiniz mənim, niyə? Çünki bir çox uşağın səhv bildiyi bir qayda var. Təəssüflər olsun. O qaydanı gəlin biz sizin üçün düzəldək. Sadəcə diqqət etməmişsə ona görə bilmirsiniz. Yoxsa siz diqqət eləsəz əjdahasınız. Bəs müəllim, burada mənim üçün nə var? Siz verilən misalda bu hissəyə baxın. Kompüterdə məsələn düşəndə mən bunu necə yazım? Üstə get kənarda bir dənə cədvəl çək, tez içərisini doldur, bitdi. Bu da sənin üçün kakor. Və ya da geç doldurma, hərfləri götür sağa yaz. Y, B, C, D, Y. Götdün yazdın, bitdi. Sən bilirsən də bu kimi torları eləyərkən ilk işin nədir? 2 dənə eyni hərfin arasındakı hərfi alıram nəyə? Ağ dairəyə. Bu nə deməkdir? Da verilən misalda birinci sətirdə yoxdur, 2-də yoxdur, 3-də baxın D ilə D-nin arasında Y var. Bax bu o deməkdir. 4-də yoxdur, B ilə B-nin arasında C var. Aldım ağ dairəyə. İndi sütun üzrə baxıram, yuxarıdan aşağı. 1-də yoxdur, 2-də baxın D ilə D-nin arasında Y var. Aldım ağ dairəyə. 3-də yoxdur. 4-də yoxdur. Bir də 5-də. Baxın, Y ilə Y-nin arasında C var. Y ilə Y-nin arasında B var. Bu ağ dairəyə almaq, yəni bu xananı silməmək deməkdir. Siz bunu silə bilməzsiniz. Bəs müəllim, nə edeyim? Yəni ağ dairənin yerləşdiyi sətirdə və sütunda onun oxşarı varsa avtomatik nə edirəm? Silirəm. Onda bu Y, fikir verin, yerləşdiyi sətirdə bir dənə Y var. Avtomatik bu silinir. Bunun adı qara kvadratdır. Qara kvadratın qonşuları olur. Yuxarı, aşağı, sol. Bax, bu C-ni alıram ağ dairəyə. Və bu C-ni ağ dairəyə alandan sonra misal olur. Mənim üçün
ipucusu olmayan itori. Yəni artıq misal dayandı. Niyə? Heç bir hərfin yerləşdiyi sətirdə və sütunda artıq onun oxşarı yoxdur. Bəs müəllim, nədən başlayım ki, bu misalı daha yaxşı eləyim? Onda həm sətirdə, həm sütunda yerləşən hissədə yadda saxlayın. Məqsəd hitori də hər qabağına gələn xananı silmək deyil. Həm sətrində, həm sütununda hardakı oxşar olmayan ədədlər var və yaxud da ki, hərflər var. Onlar ağ dairədir. Oxşar olmayan nə deməkdir? Baxın, bu A-nın sətr sütunu oxşarı yoxdur, ağ dairə. Bax, bu A-nın həm yerləşdiyi sütunda, həm yerləşdiyi sətirdə nədir? Oxşarı yoxdur. Nədir? Ağ dairə. Bizim bir dostumuz var. Adı Kənandır. Keçən səfər belə bir sual verir ki, müəllim, bax, bu Y-nin yerləşdiyi sətirdə oxşarı yoxdur. Amma sütunda oxşarı var. Bəs onu nə edirəm? Onu hələ saxlayıram sonraya. Çünki niyə? O ağ dairədə ola bilər, qara kvadratda ola bilər. Təbii ki, misalın özü mənə o istiqamətlə bağlı özü kömək edəcək. Bax, burada gördüyünüz bu, məsələn, D-nin yerləşdiyi sətr üstündə oxşarı yoxdur, ağ dairə. Və burada başqa bir dənə də nə var? Baxıram, deyəsən, başqa heç bir şey yoxdur, oxşar olmayan. İndi misalı burada saxladım. Deyəsən, bir də buradakı B-dir. Sətr üstün üzrə oxşarı yoxdur. Bunu da aldım ağ dairəyə. İndi misalın müəyyən hissəsini ağ dairəyə alandan sonra misal mənim üçün artıq dayanır. Bəs nədən başlayayım? Hardakı 2 dənə eyni hərfdə varsa, hardakı 2 dənə eyni hərf mənim üçün yan-yanadsa, o misallardan başlaya bilərəm. Necə başlayacağım? Bax, 2 dənə D yan-yanadır. Burada da 2 dənə D yan-yana və ya da ki, 2 dənə Y-dən. Bəs müəllim, bunun hansını silim? Bilirsiniz də 2 dənə eyni hərf yan-yana verilibsə, bunun biri ağ dairə, biri qara kvadratdır. Amma hansının ağ dairə, hansının qara kvadrat olduğunu mən bilmirəm. Bəs nəyə əsasən bilim? Dostlar, bizim nöqtələmə deyilən bir metodumuz var. Mən bunu 4 ilə yaxın bundan əvvəl izah eləmişəm. Nöqtələmə nədir? Yəni, baxırsan görüm hansı D-dən, birini silirsən, birini başlayırsan. Bax, bu D-ni silsəm, bura bir dənə B hərfi yazıram. Yəni, başladığım yer. Tez bunun qonşularını alıram ağ dairə. Ağ dairələrində dostlar nöqtə qoyuram. Nöqtəni qoymaqda məqsədim odur ki, birdən misalı səhv eləsəm, bilim ki, hansı D-ni silmişəm və o D-yə uyğun hərəkət edeyim burada. Onda bax, bu D, C ağ dairə olduğu üçün avtomatik bu C-ni mənə sildirir. Nöqtəsini qoyuram. Bu B olur ağ dairə. Bu D olur ağ dairə. Və fikir verin artıq. Burada 2 dənə sütunda 2 D-nin ikisi də oldu ağ dairə. Verilmiş hitoridə 2 hərf eyni anda ağ dairə ola bilməz. Amma 2 hərf eyni anda qara kvadrat ola bilər. İkisindən biri yalnız yan-yana olduğu zaman qalmalıdır. Amma belə 2 dənə D aralıdırsa, ikisi də eyni anda ağ dairə ola bilməz. Deməli, misalı səhv elədim. Nöqtəni də niyə qoyuram? Misalı bir də başdan oturub yazmamaqdan ötəri. Onda verilən bu misalda tez C-ləri, nöqtə qoyduqlarımı siliyorum. Fikir verin. Yəni, və misalı haradan başladığımı yadıma salıram. Bu yüzden demək, bu B-ni qaralamışam. Demək, səhv eləmişəm. Tez bunu alıram ağ dairəyə. Digər 2D qaralır. Digər 2D qaralır. Və avtomatik olaraq bu C ağ dairə. Bu B ağ dairə. Bu C mənə bu C-ni sildiriyor. Və sildirən kimi, baxın, misal yenə dayandı. Bir də ən əsas məsələ çıxış yollarını təyin eləməkdir. Bəs yaxşı, çıxış yolu nədir? Çıxış yolunu dərkən nəyə diqqət eləməliyəm? Nə kimi misallara baxın? Dostlar, verilən bu misalda, bax, B-nin baxın, sağı bağlı, aşağısı bağlı. Bu Y-ni silə bilmərəm, ağ dairə. Bu Y avtomatik, bu Y-ni də mənə sildirir. Bu Y, bu Y-ni də mənə sildirir. D-ni alıram ağ dairəyə. Qonşular ağ dairə, ağ dairə. Bu B avtomatik, bu Y-ni mənə sildirir. Bu B, Y-ni ağ dairə, bu Y silinir. Tələbələrin 90% bu misalı imtahanda səhv yazmışdı. O da özlərinin bildiyi, doğru zənn etdiyi bir şeyə görə. Bax, birinci dostlar, ən sonunda parçanı çəkim, deyim nəyi səhv eləmişdilər. Bax, bütün ağ dairələr, deyəsən, biraz xəttimiz yaman qalın oldu. Biraz bunu nəzikləşdirək. Bax, gəlsin dostlar, bütün ağ dairələrdən keçməlidir. Bütün ağ dairələr bu xəttdə birləşməlidir. Və birləşdiyi zaman mən də baxıram ki, və mənim artıq hitorim nədir? Hazırdır. Bu da məndən aşağıdan ikinci sətr. Bax, aşağıdan desə sayıram. 1, 2. Bir dənə Y silinir. Qalır 2, yəni bir dənə 5-2-dir. Nə qalır? 1, 2, 3, 4. Bəs yaxşı müəllim. Burada diqqətinizi yəqin belə bir. Baxın, 3 Y-nin 3-ünü də sildim.
Müəllim, bu ortadakı y qalmır. Axı y-nin biri, dostlar, y-nin biri bilsən nə zaman qalardı? 2 dənə y yan-yana olsaydı. Məsələn, 2 dənə eyni hərf yan-yana olsa. Amma B ilə tutalım. B-nin arasında C, təzədən D, bir də B varsa, ikisindən biri qalacaq deyə bir şey yoxdur. İkisi də eyni anda silinə bilər. Amma ikisi eyni anda ağdar ola bilməz. Bu y mənə bu y-ni sildirdi. Buradakı y bu y-ni sildirib. Bu y də bunu. Yəni, tələbələrin çoxsu götürüb ortadakı y-ni alıb ağdarıya. Ona görə də misal alınmamışdır. Digər hissədə isə bizim üçün lazım olan digər suallardan biri də təbii ki, əksəriyyətinizin bayaqdan düşündürən o birisi sual. O birisi sual nədir ki, müəllim? O birisi sual isə dostlar bizdə Kakurodur. Amma Kakuro keçməmişdən əvvəl istəyirəm sizin üçün bu ekranın sol tərəfində yerləşən belə bir mətn var və həmin mətni izah eləmək istəyirəm. Qeyd edim ki, bu mətn qəbula düşərkən düzdür, ilk baxışdan bu kimi testlə rastlaşmayanlar üçün çətin olduğu üçün bunu etmək demək olar ki, çətin idi. Verilən bu misalda siz burada baxa bilərsiniz. Nəyə? Misal verib 5 dənə ekspertdir və 5 dənə fərqli kriptovalyuta ilə bağlı söylədikləri fikirdir. Hər ekspert də 2 dənə fikir söyləyib və sonda yazıb. Biz bu kimi testlərə bir neçə baxmışıq, ev tapşırıqlarının içərisində də olur. Bu kimi suallar o ilanlardan böyüklüyünə görə olan test var. Sonra gorilla məsələsi var. Sonra Aynur armud aldı məsələsi var. Bir də dostlar sizə birazdan son keçirilən Dövlət İmtahan Mərkəzinin son qəbulunda düşən o kofe, çay məsələsində göstərəcəm bu sualın üzərində. Ona görə heç ara getməyin. Hələ qarşıda çox maraqlı suallar da var. Bəzi testlər bir çoxlarınıza tanış gələ bilər. Tanış gəlməklə deyil, yazın görək nə yazarsınız. Verilən misalda yazıbdır ki, məndə deyir, birinci ekspert. Demək dostlar, 4 dənə ekspertim var. Ekspertləri qeyd edirəm. Ekspert 1, ekspert 2, ekspert 3, ekspert 4 və ekspert 5. Bu da məndə bunların yerləri ilə bağlı yazıb. Birinci, ikinci, üçüncü. Özüm üçün yerləri yazım. 1, 2, 3, 4 və 5. Misalı belə məcburiyyətdən uzaqlaşdırmışam. İndi yaxınlaşdıracağım ki, siz də yaxından görəsiniz. Həmişə dərsdə olanda yaxını yaxşı görməyən dostlar gedib oturur ən axırda. Bu da lap onun kimidir. Yaxından görməyən dostlar ekranı yaxınlaşdıra bilərsiniz. Yazıbdır ki, birinci ekspert deyir, dəyərsizləşmə siyahısına öz dəyərini faizlə itirən, ən çox itirən Solana. Deməli, birinci ekspertə görə Solana 1-dədir. Ethereum isə hardadır dostlar? Ən sonda. Yəni, üçüncüdür. Ethereum. Yəni, birinci ekspertin fikirləri budur. Solana və Ethereum. Biri 1-dədir, biri 3-də. İkinci ekspert deyir ki, Ethereum ən az itirəcək. Yəni, ən az itirmək nə deməkdir? 5-ci sırada. Bunu da çəkək. Arada dostlar, mişqanı bağışlayın. Xətt düz getmir. Ethereum ən az itirəcək. Yəni, Ethereum 5-dədir. Deyir, XRP isə 4-dədir. XRP. Üçüncü ekspertə görə isə deyir, XRP 4-dədir. Solana da birinci yerdir. Bu da bunun fikirləridir. Birinci. Dördüncü ekspert isə deyir ki, Dogecoin siyahıya başlıq edəcək. Dogecoin 1-dədir. Bitcoin isə ikinci yerdir. Necə bit. Beşinci ekspertin də fikirləri var. Beşinci ekspertimiz də deyir ki, verilən misalda Bitcoin siyahının sonundadır. Deyir, XRP isə 1-dədir. XRP yazdım. Və deyir, dostlar, bu ekspertlərin söylədiyi fikirlərdən yalnız biri doğru, biri isə səhvdir. Ay müəllim, bəs mən nə bilim bunu hansı doğru, hansı səhvdir? İşte dostlar, misala uyğun. Məsələn, birinci ekspert əgər Solana haqqında fikri düz deyirsə, bax, buna düz fikir dedim. Yəni, Solana'nı doğru götürürəm. Onda Ethereum haqqında deyilən şey nədir? Yanlışdır. Ethereum 3-də ola bilməz. Onda birinci ekspert deyirsə Solana 1-dədirsə, onda üçüncü ekspertin də söylədiyi mənim üçün nə götürülməlidir? Doğru. Solana 1-dədirsə, XRP nədir? Səhvdir. 4-də ola bilməz. Hər ekspert birini səhv, birini düz deməlidir. Onda XRP
Solonanı 1-də götürmüşəmsə, x harfi 4-də səhvdirsə dostlar, onda mənim üçün ikinci ekspertin söylədiyi x harfi nədir? Səhvdir. Onda Ethereum nədir? Doğru. Ethereum doğru çıxsa 5-ci yerdə. Onda Bitcoin nə olmalıdır məndə? Səhv. Çünki 5-ci yer artıq Ethereumdur. Onda məndə x harfi harda olmalıdır? 1-də. Axı dostlar, mən Solana'nı 1-də götürmüşəmsə, nətər ola bilər 5-ci ekspertin dilində düz olsun? Demək, mən 1-ci ekspertin Solana haqqında dediyi fikirləri səhv eləyib götürmüşəm. Onda deməli, nə etməliyəm? İndi dostlar, o fikirləri düzəldirəm. Nətər? İndi misalın yəni 2 dənə ehtimalı vardı. Biri səhv, biri doğru çıxma ehtimalı idi. Bu isə həmin o ehtimaldır. Yəni, Solana ilə bağlı deyilən fikir yanlış götürməliyəm 1-ci ekspertdə. İndi yazıram. Solana ilə bağlı deyilən fikir yanlışdır. Ethereum'u doğru götürdüm. Onda Solana yanlışdırsa, x harfi nədir? Doğru. X harfi əgər doğrudursa, ikinci ekspertdə Ethereum nədir? Yanlış. Onda x harfi məndə 4-dədirsə öz yeri. X harfi 1-də ola bilməz. 5-ci ekspertə görə bir səhvdir. Onda nə düzdür? Bitcoin 5-dədir. Onda Bitcoin 5-dədirsə, artıq Bitcoin 2-də ola bilməz. Dogecoin məndə hardadır? 1-də. Bəs Solana hara qalır? Tapdım dostlar burada. Demək, Dogecoin buradan aşağıda yazım. Dogecoin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci sıra var. 1-də Dogecoin'dir. 5-də Bit'dir. 4-də x harfidir. 3-cü sırada Ethereum'dur. Onda 2-də kimdir? Solana. Bu da deyir ki, faizlə dəyər itirməsinin azalma sırası. Əgər tapırsan burada, Dogecoin artıq bilirsən 4-dür. Solana 3-dür. Yəni bu koddan yazsın dostlar. Qabağında kod yazıb. Ethereum 5-dir. X harfi 1-dir. Bitcoin isə 2-dədir. 4, 3, 5, 1, 2. Bu da olur A bəndi. Bu arada həqiqətən misalın özü çətindir. Qıraqdan baxdığımız zaman edilməsi asan görsə də, misal özü bir nevi çətinliyi ifadə edir. İndi dostlar, buradan mən istəyirəm ekranı bağlayayım. Keçid edirəm digər bir suala. Hansı son keçirilən dövlət qulluğunun qəbulundadır? Düşmüş həmin o sualdır ki, sizlər bunu rahat yazasınız deyə. Keçid edəcəm o suala. Düzdür, bunu bir çox qruplarda artıq göstərmişəm. Bu testi. Amma yenə də istəyirəm sizə də göstəreyim. Ev tapşırıqlarında da. Təbii ki, söhbət gedir. Bu sual 2020-ci ilin 2021-ci ilin dövlət qulluğunun nəşr 1000 sual, 1000 cavab test toplusunda da mövcuddur. Hal-hazırda siz ekranda onu görürsünüz. 26-cı sualı. Son keçirilən qəbulda demək olar ki, tələbələrin 90% bunu yazmamışdı. Niyə bu misal göstərmək istəyirəm? Burada parametr o qədər çoxdur ki, siz burada buna uyğun bir cədvəl çəkmək istəsəniz, misal edə bilməyəcəksiniz. Yəni, neçədən cədvəl çəkim müəllim? Cədvəlin sayı hesabı gəlməz burada. Burada 4 dənə parametrim var mənim. Özüm üçün həm cədvəl çəkirəm, həm də kənarda qeydlərimi aparacağım. Bəzi olan hissələri. Bax, mənə nə yazıb? Deyir, avtomobilin texniki xidmətinə stansiyasının işçiləri. 4 dənə burada peşə var. Daha sonra iş saatləri var. Daha sonra avtomobillərin sayı var və daha sonra içdikləri su var. Bu testi mən burada edənə qədər sizlər də videonu dayandırıb misal oturub işləyə bilərsiniz özünüz üçün. Baxa bilərsiniz görək burada nəyimiz var, nəyimiz yox. Daha sonrasında bir daha da misalı rahat şəkildə yaza bilərsiniz. Yəni bizimlə bərabər işləyin. İşləyin görək burada nə var, nəyimiz yoxdur. Demək siz bu hissədə daha sonrasında aşağıdan yazıram. 4 dənə parametrim var. Birincisi adlarım var. Adları yazıram burada. Sonra var bizdə iş saatı. Sonra da var bizdə avtomobil sayı. Sonra da var içkilər. Hadi yazaq içki. Bəzi şeyləri dedikcə burada qeyd edəcəm ki, mən də özüm üçün bir disiplin yaratmış olum. Bəzilərini isə kənarda qeyd edəcəm. Deyir, diaqnostun və 9 avtomobil təmir edənin işə sərf etdikləri vaxt ən az və ən çox deyil. Bu misalı qəbulda yazarkən bir çox tələbənin yaza bilməməyin ən böyük səbəbkarı nə idi? Deyə bilərsiniz, müəllim, bunu niyə yaza bilmirmişlər? Nə edilmişlər ki burada? Demək, bu gördüyünüz hissədə yazıb
3, 5, 6. 3 dənə saat var axı. 4 dənə də işçi var. Demək dostlar, bu saatlardan biri 2 dənədir. Deyirik, diaqnostin və 9 avtomobil təmir edənin işə sərf etdikləri vaxt ən az və ən çox deyil. Ən az 3-də, ən çox da 6. Demək neçədir? 5. Demək, diaqnostumun iş saatını bilirəm. Neçə dənədir? 5. Avtomobil sayının isə 9 olmadığını bilirəm. Deyə bilərsin, müəllim, nə bildin 9 deyil. Çünki 9 digəridir. 9 avtomobil olanın da neçə saat işləyirmiş? 5 saat. Bax, amma bilmirəm kimdir. Elektrikdirmi, çilingərdirmi, yoxsa vulkanizatordirmi? Daha sonra nə yazıb? Deyir, çilingər ayran içən elektrikdən 5 avtomobil az təmir edib. Demək, çilingər, elektrik, çilingərdən nədir? 5 avtomobil daha çoxdur və elektrik nə içib? Ayran. Özüm üçün qeyd edirəm. Və mən bilirəm ki, elektrikin çilingərdən çox olması üçün bu ya 9 ilə 4-dür, ya da 16 ilə neçə? 11. Yəni, elektrik 16 olsa çilingər 11-dir. Elektrik 9 olsa çilingər mütləq 4-dür. Sonra nə yazıb? Kofe içən ən çox avtomobilə qulluq edib və onun işə sərf etdiyi vaxt ən az və ən çox deyil. Mən bilirəm ki, kofe içən neçə avtomobil düzəldib? 16 dənə və özüm üçün yazıram. 16 avtomobil kofe içib və nə az, nə də ən çox deyilsin. Neçə saatdır? 5 saat. Bu 5 saat dostlar 2 nəfərdə var. Ya diaqnozda, ya da kimdə digər 5-dir. Amma bu birisi 5 saatın düzəltdiyi avtomobil sayını bilirəm. 9-dur. Onda 16 avtomobili kim düzəltmiş olur? Yalnız diaqnozdur. Onda bunun işlədiyi şey nədir? Kofe. Onda mən 16-mı tapdımsa, artıq elektrik və çilingər arasında 16 və 11 ehtimalı yoxdur. Onda elektrik çilingərdən 5 avtomobil çoxdur. Elektrik neçə avtomobil düzəldib? 9. Çilingər neçə? 4. Onda bu digər 9 avtomobil düzəldib 5 saat işləyən kimdir? Elektrik. Və istəyi içəcək nədir? Yuxarıda verib. Ayran içən. Bilirəm, ilk dəfə baxanda misal adama çox çətin gəlir. Amma belə deyim ki, həqiqətən çətin. Belə bir misal görmüşəm. Qəbulda neyniyim? Bunu həmişə axıra saxlayıram. Çalışdığım qədərlə. Yəni, dəyərli zamanımı daha sadə testlərə xərcləyə bilərəm. Sonra yazı su içən və 11 avtomobil təmir edən 6 saatdan az vaxt sərf edib. 6 saatdan 11 avtomobil düzəldən onda neçə saat işləyib dostlar? 3 saat ən az deyirik. 6 saatdan ən az. 5-lər gedib. Onda bu da su içib. Onda belə çıxır ki, digər məndə burada var, çay içən. Və bir də çay içən onda neçə dənə avtomobil düzəldib? 4 dənə. Onda bu 4 kimiymiş məndə dostlar? Elə çilingər. Onda bu neçə saat işləyib? 6 saat. Bir dənə məndə nə qalmış oldu verilən misalda? Vulkanizator. 3 saat iş saatı, 3 də avtomobil. Bu da mən deyir, əslində düz deyim, misal axırda eləməsəm də olardı. Deyir, avtomobil sayını tap və azdan çoxa düz. Azdan çoxa düzsən, birinci gəlməlidir. Çilingər. Sonra gəlir elektrik. Sonra gəlir vulkanizator. Sonra da gəlir diaqnost. Yəni, çilingərin kodu 4, elektrikli burada yaz qabandı. Elektrik 3, vulkanizator 2, diaqnost 1. Dərsdə də bəzi dostlarımız deyir ki, müəllim, mən bunu düz yazmışam. Dedim, nətər düz yazmışsan? Dedi, variant atmışam. Əslində, belə deyim, indi biz misalı sizə izah elədik. Misal o qədər də asan bir misal deyil, özündə müəyyən bir çətinliyi ehtiva eləyir. Ona görə siz bu kimi misalları edərkən nəyə diqqət eləməlisiniz? Misalın şərtini oxuyub yaxından tanış olmaq. Digər bir misal istəyirəm Kakro ilə bağlı məlumat verim sizə. Düzdür, bəzi dostlarımız artıq Kakronun nə olduğunu, necə olduğunu bilir. Növbəti dərslərimizdən birində də sizə dostlar, bu ekranın sol tərəfindəki və digər sualları izah edəcəm. Ona görə növbəti dərsə də qoşulun ki, bir-bir baxaq. İndi istəyirəm Kakro ilə bağlı məlumat verim və bu dərsi artıq yekunlaşdırım. Növbəti günümüzdə də bizim oyunlarımız olacaq və son 5-ci gündə, 5-ci gün, dəyərli dostlar, bizim dərsimiz başlayacaq, marafonumuz başlayacaq axşam saat 8-də, saat yəni 20:00-da
Və biz 20.0'da başladığımız zaman sizə ümumilikdə bir-birindən fərqli və hər zaman etdiyimiz kimi bir çoxunuzun görmədiyiniz yeni tip suallarla tanış edəcəyik. Düzdür, hər dəfəsində baxırsınız olsa, burada bəzi suallar var. Sizin əksəriyyətiniz üçün tanışdır, bəziləriniz üçün heç ümumiyyətlə görmədiyiniz suallardır. Amma biz yenə də fərqli olaraq sizin üçün yeni tip suallar bir daha axtarıb tapmışıq və onları sizə izah edəcəyik. Ona görə 5-ci gün saat 20:00-da qoşulacaq. İndi isə istəyirəm bu sualla başlayayım. Bu ekranın sağında gördüyünüz Kakuro sualı ilə. Kakuroda dostlar tanıdığım ədədlər var. Bunun aşağısında da link yerləşdirəcəm oyunlarla bağlı. Bax, tanıdığım ədəd olur ki, qısa konkret olaraq cəmi mənə onu versin. Onlardan biri təbii ki, mənim üçün nedir? 16. 16 9 və 7 deməkdir. Tanıyıram bu 16-nı 9 və 7 deməkdir. Bir də 11-i tanıyıram. 1, 2, 3 və 5. Dostlar, 5-i görən kimi, bax 11 ilə bu 22-nin kəsişməsi var. 22 məndə bir ədəd var. Onu tanıyıram. Hansı ədəddir? Ya 9, 8, 5, 9, 7, 6. Mən artıq bunun 9, 8 və 5 olduğunu biləcəm. İndi bu hissəni yazmışam sana. Bax, görürsünüz, yazıb 12, 11. 16-nın 12 və 11 ilə kəsişməsi var. Bura götürüb dostlar 9 yazan varam. Bu da 9-dan 7 daha. 9 yazsam qalır 1, 1. Onda bura mütləq neçədir? 7. Bura qalır 9. 12-dən 9 çıxsam 3 qalır. 2 ilə 1 deməkdir. 11-dən 7 çıxsam 3 ilə 1 deməkdir. Bax, bu 22 ilə 11-i görən kimi, mən bilirəm ki, orada 9 yox, 8 yox. Neçə yazmalıyam? 5. Bura 5 yazanda, bax, bu 22 ilə 16-nın da kəsişməsində. Ortaq ədədi neçədir? 9. Onda bura mənim üçün olmuş olur 9. Bura olur 7. Bura məndə olur 8. İndi bəzi şeyləri tapdıqsa buradan silirəm ki, məni də qorxuzmasın sizin. Bu fikir verin, misal biraz yüngülləşdi. İndi 5-imdə 7. Daha sonrasında bu hissədə, bax, mənim bura qədər misalı yazmışsansa, sən artıq əjdahasan. Məsələ buradan o tərəfi yazmaqdır. Görəsən buradan o tərəfi necə yazır? Həmin o 11-dən, bax, bu 12 ilə 11-in ortaq ədədləri var. Harada 3 dənə versiya varsa oradan yox. Bilinəndən başlamaq. 2 dənə variantın 2 ehtimalı var. Amma 3 variantın 6 dənə ehtimalı var. Bax, bura yazıram 3, bura yazıram 1. Birdən misal səhv olsa yerini dəyişəcəm. Onda bura olur 1, bura olur məndə 2. 5, 2, 1, bura qalır 3. 7-dən 3-ü toplasam 10, bir dənə qalır 8. Dostlar, baxın, bir sətirdə və üstündə 2 dənə yeni hərf ola bilməz. Bunu deməli, misal səhv elədim. Bax, yəni bura 3 yazmaqla səhv elədim. Onda orada nə yazıram? Bunun 2 dənə ehtimal var cəmi. Onda avtomatik bura mənim üçün olur 1, bura olur 3. Onda bura qalır 2, bura olur 1. Bura mənim üçün olur 2, burada olur 9. Və mənim kakrom artıq nədir? Hazırdır. Ona görə dostlar, bu misallara da diqqət edin və son olaraq sizə bir tapşırıq vermək istəyirəm, sərbəst misal olaraq, əksəriyyətiniz üçün. Bu sol tərəfdə yerləşən söhbət gedir 20-ci sualdan. Bunu da sərbəst misal olaraq bura buraxıram. Qeyd edim ki, bu sual 2024-cü ilin dekabr ayının qəbul sualıdır. Bu sualı da yazıb, cavabın aşağı hissədən yazarsınız özünüz üçün. Yorum hissəsindən videonu paylaşandan sonra yazın. İnanıram ki, bu videodakı məlumatlar da sizin üçün faydalı oldu. İnşallah növbəti dərsdə yenə görüşərik. Hər birinizi uğur arzulayıram. Hələlik.